Birincisi Nazirə xanım, ba'da söz yoxdur, badadır. Eğer orada ba uzanırsa uzun sait olarak avtomatik ba'də olmalıdır. Bunu mən demirəm. Bunu bizim ustadlarımız deyir. 3. Tərcümə istəyirsinizsə, dünya verəcək ba'də məni. Ba'də yəni ölümə, yəni məhv edəcək də dünya məni. İndi buradan Tolik'in verişinə müraciət edirəm. Başqa hansı dildə danışım sizi? Tamamilə düz deyir. Əruz vəzninin ahəng və ölçü qanunları tələb edir ki, o sait orada qalın sait incə saitə çevrilsin. Əruz sözlərin, sait və samitlərin ahənglə, ritmlə oxunuşudur. Ahəng orada tələb edir. Yəni o A hərfi əvvəldə olanda, axırda olsaydı o, ba'da məni uzatmaq olardı. Amma əvvəl uzalır deyə, ilk hecədə uzanır deyə, ba deməni. Son ikinci heca qısalmalıdır. Və təzə bəy, sözün kökü təzədir, amma oxunanda tazə bəy deyilir. Məsələn, O olmasın, bu olsun filmində hamamçı deyir ki, taza bəyi gətirin. Sabir Əliyev oxuyur, o sözləri Seyga oxuyur. Məsələn, deyir ki, bu gözəl məclisin şanı şöhrəti, xoş gəlmişsiniz bu məclisə, tazə bəy, tazə gəlin. Ahəng özü tələb edir ki, incələşdirib deyəsən. Orada nə taza bəy desən alınmaz, nə təzə bəy desən alınmaz. Quru çıxar. Xoş gəlmişsiniz bu məclisə, təzə bəy, təzə gəlin. Burada ləhcə axtarmaq düzgün deyil. Çünki muğamat əsasən əruz vəzni, qəzəllər əsasən Bakı kəndlərində daha geniş yayılıb, daha geniş istifadə olunur, qulaq asılır. Ona görə də o ləhcədə xoş gəlir. Yansın dilim ağzımda desəm nazıvı azir. O ləzzət o nazıvı deməkdir. Nazını desən o ləzzət etməz axı. Hər hansısa bir İngilis bunu tutaq ki, deyilir ki, tərcümə olunsa badə, bakal deməkdir. Biz bilirik ki, o badə orada ölümə vermək mənasında, bada vermək mənasındadır. O tərcümə də indi İngilisə görə biz öz ahəngimizi pozmalıyıq mı, əruzun ahəngini? Hansı ahəngdə o xoşdursa da onu biz İngilisə görə pozmalıyıq mı ki, birdən tərcümə olunsa? Biz tərcümə edəndə bada deyək də. Badə niyə deyir? İngilis üçün onsuz da fərqi yoxdur. Badədir, yoxsa badadır. Onu biz biləcəyik ki, biz bada sözünü badə oxumuşuq. Amma biz ona bada yazıb verəcəyik də. Burada məsələ budur. Bu əslində bu müzakirəlik məsələ deyil. Çünki əruz onu tələb edir ki, badə deyəsən. Və bu gün müzakirə olunası çox mətnlər var ki, doğrudan da artıq məntiq səhvi var orada. Nişan aldım, kəmənd atdım, dəydi oxum daşa könül. Yəni şeiriyyatdan anlayışı olduğunu göstərmək insan bugün bunun izahını versin. Görək nə deməkdir bu? Kəmənd nişan alıb atılmır, gözəyarı atılır, kəndirdir. Halqavarı kəndir keçir atın boğazına. Nişan aldım, kəmənd attım, dəydi oxum daşa könül nə deməkdir? Kəmənd ilə oxun nə əlaqəsi var? Kəmənd atanda ox niyə çıxıb daşa dəyməlidir? Və yaxud da ki, bir dünya mı qovuşar, sevinç dolu 100 dünya nə deməkdir? Bunun mənası, məntiqi nədir? Bax, belə mətnləri müzakirə etmək lazımdır. Belə mətnlər müzakirə olunsa, biz də baxıb deyirik ki, bəli, əhsən, gör nə gözəl müzakirə açıblar. Yoxsa, aydın məsələdir ki, ahəng tələb edir ki, deyirsən ki, verəcək bada məni, verəcək bada məni. Kobud alınır da, çünki A qalın saitdir. Olanda incələşir və qısalır. Burada elə bir müzakirəlik iş yoxdur. Ən əsas məsələ, bax o, nişan aldım, kəmənd atdım. Yəni şeiriyyatdan anlayışı olan, buyursun onu incələsin. Görək orada əslində söz necə olmalıdır. Onu tapan insana halaldır. Və bir dünya mı qovuşar, sevinç dolu 100 dünya. Bunu tapan insana halaldır. Bunu müzakirə edən insana halaldır ki, doğrudan da neçə illərdir bu məntiqi səhiflə oxunur, hələ heç kim buna fikir vermir. Nəhayət ki, bir fikir verən oldu, onun düzgün variantını gənc xanəndələrə, gənc müğənnilərə çatdıran oldu. Belə mətnləri müzakirə etmək lazımdır ki, nədir bunun əsl mənası? Və kitab dilinin qrammatikasını mahnı oxunuşunda axtarmaq düzgün deyil. Məndən yazılır, amma məndən oxunur.